5 günlük İstanbul tətilinə mənimlə gəlirsiniz. İlk öncə onu qeyd edeyim ki, nə qədər xərclədim, haralara getdim və başımıza nələr gəldi danışıram. İlk öncə bavullarımızı götürdük və hava limanına getdik. Orada biraz bagajla bağlı problemlər baş verdi, amma həll eləyib yola düşdük. Bu mənim ilk uçuşum idi və çox həyəcanlı idim. Axır ki, gəlib İstanbula çatdıq, mənzərənin gözəlliyini görürsünüz. İlk gündür dedik, təbii ki, pul xərcləyib özümüzə komfortlu taksi tutduq və gəlib çatdıq Dara otelimizə. Otelimiz Fatihdə yerləşirdi. O qədər gözəl mənzərəsi var idi ki, gələn kimi ilk öncə terasa çıxıb terasın mənzərəsinə baxdıq və dəniz görsənirdi mənzərədən. Sonra hazırlaşıb İstanbulun ən lüks yerlərindən biri olan İstinye Parka getdik. Orada görürsünüz müxtəlif markalardan mağazalar var idi və biz masa restoranında əyləşib biraz vaxt keçirdikdən sonra molu gəzdik və sonra otelə qayıtdıq. Otelimizin gecə mənzərəsi isə belə idi. Sabah oyanıb kahvaltımızı elədik, ancaq onu çəkməmişəm, o isə YouTube vlogumdadır. Sonra isə Sultanahmet Camisinə gəldik. Buranın içini bu qədər gözəl və vahiməli gözləmirdim. Sonra taksiyə minib getdik Ortaköy'ə. Ortaköy'də hava biraz biz çatanda tutqun idi, amma yenə də mənzərəsi çox gözəl idi. Ailəmizdən gizlin gəlmişik deyərkən də biz Kanal D haberini yakalamamız yok mu? Nəysə sonra vapura mindik. Vapurun mənzərəsinə heyran qaldım. Həqiqətən Türkiyə, İstanbul çox gözəl şəhərdir. Vapurdan düşdükdən sonra qarqıdalı yeyib Galata tərəfə yollandıq. Orada tramvaya minmişik, ancaq o çəkməmişəm. Gördüyünüz kimi bu enişli yoxuşlu yollardan keçib axır ki çatdıq Qalataya. Buranın mənzərəsinə heyran qalmamaq əldə deyil. Hələ bayram olmasına baxmayaraq o qədər sıxlıq idi ki, əksinə boşluq olmalıdır, amma yenə də turistik bir bölgə olduğu üçün sıxlıq dəhşət çox idi. Burada Mehmet adlı bir uşaqla tanış olduq. O qədər şirin uşaq idi ki, mən ona Azərbaycan manatı verdim, o isə mənə güllər verdi. Burada biraz şəkillər çəkdirdikdən sonra gəzirik, dolaşırıq və gecə evə qayıdırıq. Mən bu lukumdan gedirəm axşam dönər almağa və dönərin uzunluğunu görürsünüz. Gün 3 isə part 2-də olacaq. İzləmədə qalın.